Babam üç hərflərində bir gün keçirdi Mişədə və Mişədə babam getmişdi. O vaxt bilirsiniz ki, beləncə hadisələr çox olurmuş da, yəni gözlə. Bəli, başlayaq birincidən. Mənim ulu babam, dədəmin atası o vaxt getmişmiş Mişəyə, odun gətirməyə, odun yığıb axşama düşüb gecə. Deyib ki, burada Mişədə tonqal qalıb və qalıb. Demiş ki, bir də görüb ki, uzun nə adam deyil, nə heyvan. İnsana bənzər bir dənə məxluq gəlib, çox tüklü və qalın tükləri varmış uzunluğa. Çox eybəcər və qorxuducuymuş. Sadəcə dədəm bunlara, ulu babam belə şeylər çox gördüyü üçün elə də qorxmurmuş. Və görüb ki, bu nə eləyir? Burada başın qaşır, başın qaşımağa, belin qaşır, başlayır. Ceyran poxuymuş, mal poxuymuş, nədir? Axı poxu sürtəndə yanmır adamın qıçı da, tükləri sürtür və o həminki adama da uzadır bir dənə yağ beyaz dağı yandırır. Verir, o da sürtür, o sürtür, görür, o şeyi sürtür. Bu mal poxun sürtür, bu da o tubiyazda güləşdən yağlar var, onu sürtür həminki o məxluq qıçına, bədəninə, bütün bədəninə sürtür. Dedi, ulu babam ki, bicliyə bax, sən kişi daxıla bax. Sürtür, çoxsun yağı yandırır, sürtdü, bütün bədəni yandı, tüklər, tüklüydü. Yanandan sonra həminki məxluq öldü və dədəm çıxdı ağaca. Səhərsi gün getdi kəndə, hamıya dedi, heç kəs inanmadı, tabii ki də dədəmə. Hekayəni mən danışım, dədəm oldu, yəni atamın atası. Hekayələr istəyirsinizsə, ən önəmlisi takip edin, yorum edin, bir də bəyəni edin, mənə motivasiya olsun. Belə hekayələr çoxdur, yəni üç hərflərin toyu zadı. Sonra dədəm bir dənə kəndə gedir, orada başlanır.